Salam değerli izleyiciler, hər vaxtınız xeyirli olsun. Biz bugünkü dərsimizdə rus dilini öyrənənlərin tez-tez etdiyi səhvlərə baxacağıq. Bu mövzuda olan artıq ikinci dərsimizdir. Beləliklə vaxt itirmədən başlayaq. İlk əvvəl baxaq rus dilində necə biz təşəkkür edirik. Təşəkkür edərkən biz благодарить, поблагодарить feilindən istifadə edirik. Bunu hamınız bilirsiniz. Amma burada tez-tez səhv olunan nədir? Biz Azərbaycanca belə deyirik. Mən sənə təşəkkür edirəm, sizə təşəkkür edirəm. Amma rus dilində isə bu feildən sonra kavo, kimi sualı gəlir. Yəni vinitini падеж gəlir. Əgər biz bunu birə-bir Azərbaycan dilinə tərcümə eləsək, olur təşəkkür etmək kimə yox, kimi, təşəkkür etmək kimi. İndi cümlədə baxırıq. Благодарю тебя, благодарю вас. Görürsüz, tərcümədə olur səni təşəkkür edirəm, sizi təşəkkür edirəm. Yəni biz rus dilində deyə bilmərik ki, я благодарю тебе, я благодарю вам. Bu səhv olacaq. Misal üçün başqa bir cümlədə baxaq. Я поблагодарила друга, я поблагодарила подругу, я поблагодарила друзей. Görürsüz, burada hamısında vinitini падеж. Yəni другу demirik, подруге demirik. Друзьям demirik. Belə desək səhv olar. Amma spasiba, благодаря кому sözlərindən sonra biz datini падежи işlədə bilərik. Misal üçün, spasiba тебе, spasiba вам. Yəni siz çox sağ olun mənasında. Və yaxud da благодаря тебе, благодаря вам. Bu artıq olur sənin sayəndə, sizin sayənizdə. İsimlərlə işlədəndə спасибо другу, спасибо подруге, спасибо друзьям. Yəni dostuma, rəfiqəmə, dostlarıma sağ olsunlar. Благодаря другу, подруге, друзьям. Bu da olur dostumun sayəsində, rəfiqəmin sayəsində, dostlarımın sayəsində. Növbəti tez-tez olunan səhvlərdən biri də хотеть, захотеть, делать, сделать. Bu formadadır. Yəni хотеть feilindən sonra feil işlədəndə tez-tez səhv edirlər öyrənənlər. Cümlədə baxaq. Я хочу учиться играть на пианино. Mən pianinoda ifa etməyi öyrənmək istəyirəm. Baxın, burada хотеть feilini yalnız dəyişirik. Amma tez-tez olunan səhv bundan ibarətdir ki, я хочу учусь deyir öyrənənlər. Я хочу учусь играть на пианино. Xeyr, bu düzgün deyil. Baxın, Azərbaycan dilində belə öyrənmək sözü məsdər formasında qalır. İstəmək sözünü dəyişirəm. Baxın, mən istəyirəm öyrənməyi pianinoda ifa eləmək. Və yaxud da mən istəyirdim keçmişdə də işlətsək, istənilən halda mən istəmək feilini dəyişirəm. Rus dilində də belədir. Mən istəyirəm öyrənmək, я хочу учиться. Mən istəyirdim öyrənmək, я хотела учиться. Yəqin ki, aydın oldu. Başqa bir cümlədə baxaq. Они хотят купить новый автомобиль. Onlar yeni avtomobil almaq istəyirlər. Görürsüz, Azərbaycan dilində də almaq istəyirlər. Almaq sözü yerində qalır. Rus dilində də bu belə olacaq. Onlar istəyirlər almaq. Хотеть feilini dəyişdik, они хотят oldu. Və купить feili olduğu kimi qalır. Mən desəm ki, mən istəyirəm yeni avtomobil alım, yenə də mən хотеть feilini dəyişəcəm. Я хочу купить новый автомобиль. Digər tez-tez səhv olunan yer что və чтобы bağlayıcıları işlədərkəndir. Что ki deməkdir. Misal üçün, она сказала, что уложила ребенка. O dedi ki, uşağı yatızdırıb. Чтобы isə bir şeyi etmək üçün deyəndə biz həmişə чтобы deyirik. Baxın, feillə diqqətlə buna fikir verin. Bir şeyi etmək üçün deyiriksə, yazmaq üçün, zəng etmək üçün, gəlmək üçün. Deməli, biz burada чтобы ilə qoyuruq cümləni. Misal üçün, он говорил тихо, чтобы не разбудить ребенка. O yavaş danışırdı, uşağı oyatmamaq üçün. Gördünüz, oyatmamaq üçün. Bu üçün oldu oyatmamağa aid. Adətən belə olan hallarda üçün eşidən kimi öyrənənlər для işlədir. Для isimlərlə olandır. Misal üçün, uşaq üçün для ребенка, sənin üçün для тебя.
Amma feillə olan üçün именно чтобы bağlayıcısıdır. Başqa bir cümlədə baxaq. Я помню, что выключила утюг. Mən xatırlayıram ki, ütünü söndürmüşəm. Bir də növbəti cümləyə baxaq. Выключи утюг, чтобы не случился пожар. Ütünü söndür ki, yanğın baş verməsin. Yəni, yanğın baş verməməyi üçün ütünü söndür. Növbəti tez-tez səhv olunan feillər və çətin gələn öyrənənlərə. Садиться, сесть feili və сидеть feili. Садиться, сесть, куда? Yəni, bu feillərdən sonra biz həmişə vinitini падеж işlədirik. Садиться NSV-dir, сесть SV. Сидеть feilindən isə где, yəni предложный падежи işlədirik. Cümlədə baxırıq. Я сажусь на диван. Я сажусь за стол. Bu deməkdir ki, mən ayaq üstəyəm. Hal-hazırda artıq əyilirəm ki, oturum. Bu oturma prosesidir. Divana otururam. Hal-hazırda o oturma prosesindəyəm artıq. Ayaq üstədən artıq oturaq hala keçəcəm. O prosesdə olanda сажусь deyirik. Elə ki, oturdum, bu prosesi bitirdim, olur ya sela na divan, ya sela za stol. Mən divana əyləşdim, mən masa arxasına əyləşdim. Bundan sonraki hal isə artıq bizim oturaq vəziyyətdə qalmağımızdır. Oturaq vəziyyətdə qalmaq özü сидеть feilidir. Deməli, mən deyirəm, я сижу на диване, я сижу за столом. Mən divanda oturmuşam. Mən masa arxasında oturmuşam. Yəni, artıq görürsünüz, mən ayaq üstə deyiləm. Mən bayaqdan oturmuşam. Oturmaq vəziyyətindəyəm. Amma bayaq ayaq üstəydim. Сажусь deyəndə bu dəqiqə otururam, əyilirəm. Elə ki, oturdum, sela oldu. Dальше artıq oturmaq prosesindəyəm və harda? Сидеть feili. Bu haqda bizim əlbəttə ki, dərsimiz var. Feillər papkasında tapıb izləyə bilərsiniz playlistdən. Növbəti yenə səhv salınan bir-birinə oxşar sözlər. Потому что, поэтому. İkisi də səbəbi göstərir, amma biri çünki mənasındadır, digəri ona görə mənasındadır. Yəni, biri açıqlama verir, digəri nəticəni bildirir. Cümlədə müqayisəli şəkildə baxaq. Я весь день чувствовала себя уставшей, потому что не выспалась. Mən bütün gün özümü yorğun hiss eləmişəm, ona görə ki, yatmamışam, yuxumu almamışam. Görürsünüz, потому что hansı cümlədə deyildi? Haçan ki, mən açıqlama verdim. Mən birinci nəticəni dedim. Özümü yorğun hiss edirəm, bu nəticədir. Nəyin nəticəsidir? Açıqlamam odur ki, mən yatmamışam, bunun nəticəsidir. İndi bu cümləni başqa cür baxaq. Я не выспалась, поэтому весь день чувствовала себя уставшей. Mən yatmamışam, buna görə də bütün gün özümü yorğun hiss etmişəm. Bu cümlədə isə birinci mən açıqlama verdim, açıqlamamı dedim. Dальше nəticəsini göstərdim ki, bu açıqlamamın nəticəsi nə ilə bitdi? Deməli, потому что-nı biz haçan ki açıqlama veririk, onda deyirik. Поэтому-nu haçan ki açıqlamanı verdik, artıq ardınca biz nəticəsini göstəririk, onda işlədirik. Başqa bir cümlədə baxaq. Я не смог тебе позвонить, потому что у меня сломался телефон. Mən sənə zəng edə bilmədim. Ona görə ki, mənim telefonum xarab oldu. İndi baxın, burada mən sənə zəng edə bilmədim. Bu nəticədir. Nəticəni dedim. Потому что deyib açıqlama verirəm. Bunun səbəbi odur ki, telefonum xarab olub. Cümləyə başqa cür baxaq. У меня сломался телефон, поэтому я не смог тебе позвонить. Bu cümlədə isə mən birinci açıqlamamı gətirdim artıq. Telefonumun xarab olmağı mənim açıqlamamdır. Və dальше nəticəni deyirəm. Ona görə də sənə zəng eləyə bilmədim. Yəni, birinci bu açıqlama, bu səbəbi baş verdi. Nəticəsi isə bu oldu ki, mən sənə zəng edə bilmədim. Amma bundan qabaqki cümlədə isə belə idi ki, mən sənə zəng edə bilmədim. Nəyə görə? Dальше açıqlama verirəm. Ona görə ki, telefonum xarab oldu. Bir də bu cür yanaşa bilərsiniz. Потому что ona görə ki, çünki deməkdir. Поэтому ona görə də deməkdir. Bugünlük bu qədər əziz izləyicilər.
Ümid edirəm ki, bu dərs sizin üçün faydalı oldu. Bu dərs əlbəttə ki, bu formatda dərs davam eləyəcək zaman-zaman. Sizin də səhv saldığınız, çətinlik çəkdiyiniz bu cür dolaşıq mövzular varsa, onu mənə bildirin mütləq və növbəti dərslərdə mən mütləq onları izah edəcəm. Sağ olun, növbəti dərsimizdə görüşənədək.